Bir daha salam. Geçen ders Python'da ilk programımızı yazmıştık. Bu ders ise biraz daha derine gideceğiz. Geçen ders yarattığım bu ilk programım adlı faylı yeniden açıram. Deməli, fayl demişkən bir şeyi nəzərinizə çatdırım, bir qeyd vurğulayım. Python dilində yazmış program fayllarına script deyilir və genişlənməsi nöqtə nöqtə p .py veya .pyw veya .pyi şeklinde olur. Python dilinde yazılmış program faillerinin genişlenmesi. Hatta bunu buradan gösterebilirim. File menüsünden farklı saxla save as əmrinə vururuq və burada həmin genişlənmələri görürük. Baxın, py, pyw və pyi. Bu faillara deyilir script. Python dilinde yazılmış faillara script deyilir. Ve ben burada yazdığım qeydin karşısında bir diyez işarəsi koydum, diqqətinizi çəkdisə. Bu diyez işarəsi ne için istifadə olunur? Bu diyez işarəsi Python dilində qeyd yazmaq üçün istifadə olunur. Yəni bu diyez işarəsindən sonra onunla eyni sətirdə yazılan yazılar koda ait değil. Yəni biz programı icra ederken program bu diyez işarəsiyle bir yerde yazılan, yani onun karşısında yazılan məlumatları kod kimi nəzərə almır. Yəni bu koda ait değil. Şimdi biz keçən dəfə yazdığımız programı, yəni Salam Azərbaycan yazısını ekrana çıxaran bir program yazmışdıq. İndi onu yeniden yazıram. Print Salam Azərbaycan. Ve bunu icra edək. Gördüğünüz kimi yine eyni qaydada ekrana Salam Azərbaycan yazısı çıxdı. Və keçən dərs demişdim ki, niyə görə print əmrinin arqumentində yazdığımız bu Salam Azərbaycan sözlərini dırnaq işarəsində yazmışıq, bunu izah edəcəm. Bunu izah etməzdən öncə biz gərək dəyişənlər haqqında danışaq. Bütün proqramlaşdırma dillərində olduğu kimi Python dilində də dəyişənlər geniş istifadə olunur, dəyişənlər anlayışından istifadə olunur. Yəni, dəyişənlər deyəndə biz riyaziyyatda necə ki, dəyişənlər var idi, x, y, nə bilim, z, a, b, c. Burada da eynən dəyişənlər, yəni dəyişənlərdən istifadə olunur müəyyən hesabatlar aparmaq üçün, müəyyən, yəni belə deyək, işləri həyata keçirmək üçün dəyişənlərdən istifadə etmək əlverişlidir. İndi biz bu yazdığımız bu proqramda heç bir dəyişəndən istifadə etməmişik. Sadəcə print əmrinin arqumentində Salam Azərbaycan yazmışıq. Bu Salam Azərbaycan yazısını dırnaq işarəsi daxilində ona görə yazmışıq ki, bu Salam Azərbaycan söz mətn formasında da bu verilən, yəni sətir tipli veriləndir, mətn tipli veriləndir. Dəyişənlərin ümumiyyətlə özlərində tipləri olur. String tipli verilənlər, yəni string tip verilənlər elə bunlardır. Sətir tipli və yaxud mətn tipli verilənlər, ədəd tipli verilənlər, numerik tipli verilənlər də deyə bilərik bunlara və bu ədəd tipli verilənlərin özlərinin də növləri var. Integer, float və kompleks kimi növləri var. Python dilində ümumiyyətlə dəyişənlərin bir çox növləri var. Yəni dəyişənlərin tiplərinin çox, yəni dəyişənlərin çox tipi var. Biz sadəcə bugün hələ ki bu ikisinin adını çəkirik və hətta bugün bu dərsdə daha çox string tip verilənlərlə işləyəcəyik. Ədəd tipli verilənlər üzərində
əməliyyatlar, onlar üzərində vurma, çıxma, toplama və s. kimi prosesləri növbəti video dərslərdə həyata keçirəcəyik. İndi burada biz heç bir dəyişən daxil etməmişik. Gəlin indi bunu silək, bunu eyni işi dəyişən daxil edərək həyata keçirək. Məsələn, deyək ki, bir x dəyişən daxil edirik və x dəyişəninə Salam Azərbaycan yazısını mənimsədirik. Ümumiyyətlə, Python dilində string tip verilənlər mütləq dırnaq işarəsi daxilində yazılmalıdır ki, proqram onu başa düşsün. Çünki bu proqramın sintaksisi belə qurulub. O, deməli, dırnaq işarəsi daxilində yazılan bütün məlumatları string tip kimi qəbul edir. İndi biz burada x dəyişəni daxil etdik və bu dəyişənə bir qiymət mənimsətdik. Bax, burada dəyişən x-dir, onun qiyməti isə Salam Azərbaycan yazısıdır. Burada bərabərdir işarəsi tam olaraq, tam anlamıyla bizim bildiyimiz riyazi bərabərlik yəni riyazi bərabərlik ilə eyni deyil. Burada bərabərlik işarəsi mənimsətmə operatorudur. Yəni bir operatordur bu. Bu mənimsətmə operatoru hesab olunur. Və indi biz Salam Azərbaycan yazısını necə ekrana çıxara bilərik? Bu dəfə yenə print əmrini daxil edirik və x dəyişənini print əmrinin arqumentinə daxil edirik. Bu dəfə print əmrinin arqumentində x yazdı, amma onu dırnaq işarəsi daxilində yazmadıq. Çünki artıq o dəyişəndir. O verilən deyil, o dəyişəndir. Aydındır? Yəni, onu artıq dırnaq işarəsi daxilində yazmağa ehtiyac yoxdur. Çünki onun qiyməti zaten var dırnaq işarəsi daxilində. Yenə run komandasını istəyirəm. F5 düyməsi ilə run əmrini icra edirik. Və gördüyünüz kimi eyni formada Salam Azərbaycan yazısını ekrana çıxardıq. İndi biraz da daha dərin bir proqram yazaq. İndi bunları silək. Hətta bu qeydi də buradan silirik. Amma hələ ki DS qalsın, ola bilər bir yeni bir qeyd əlavə elədik. Deyək ki, biz orta məktəbdə oxuyan bir şagirdik və bizim sinifimizin təbii ki, hər sinifdə olduğu kimi bizim də sinifdə bir sinifkom var. Və bu sinifkomun sinif nümayəndəsinin adı Pərvindir. Yazıram bura Pərvin sinif nümayəndəsidir. Və yenə qeyd edim ki, yəni bu diyez işarəsindən eyni sətirdə olan yazı koda aid deyil. Sadəcə bir qeyddir vurğulamışam orada. Və indi bizə tapşırılır ki, sinif nümayəndəsinin Pərvin olduğunu ekrana çıxaran bir proqram yazın. Və biz bunu dəyişəndən istifadə edərək, hətta orada vurğulaya bilirlər. Çünki biz bunu dəyişəndən istifadə edərək yaza bilərik, dəyişəndən istifadə etmədən də, yəni sadə bir şeydir, dəyişəndən istifadə etmədən də yazmaq mümkündür. Amma biz bunu dəyişəndən istifadə edərək yazırıq. Bir dəyişən daxil edirik. Elə dəyişənin adını qoyuruq sinifkom. Və bu sinifkom dəyişəninə Pərvin adını mənimsədirik. Bundan sonra print sinifkom. Yox, bir dəqiqə. Yazaq bizim sinif nümayəndəmiz deməli sinifkom dir. Çünki Pərvindir olmalıdır. Ona görə dir daxil edirik və proqramı işə salırıq. Proqram bu cür yazılır. Bizim sinif nümayəndəmiz sinifkom-dir. Çünki bu Pərvin dir olacaq da, yəni elə çıxacaq ekrana. Ona görə dir
kimi sinif.com.dur yazmıram. Çünki ekranda belə bir yazılsa bizim sinif nümayəndəmiz Pərvin Dur olacaq. Elə yazsam, amma Pərvin adına uyğun olaraq şəkilçini daxil edirik. Yəni ada uyğun olaraq şəkilçini daxil edirik. Dəyişənin adına uyğun olaraq yox. Dəyişənin qiymətinə uyğun olaraq şəkilçini daxil edirik. Və F5 istifadə edirik və gördüyünüz kimi ekrana bizim sinif nümayəndəmiz Pərvindir adında bir cümlə çıxdı artıq. İndi bu tapşırığı biraz da dərinləşdirək. Deyək ki, bizə tapşırılır ki, sinif nümayəndəsinin Pərvin olduğunu və onun cinsini ekrana çıxaran bir proqram yazın. Çünki Pərvin həm oğlan adı var, həm də qız adı var. Deyək ki, bizim bu sinif nümayəndəsi oğlandır. Və bura yeni bir dəyişən daxil edirəm, cinsi yazıram. Və buna oğlan mənimsədirəm. Cinsi oğlan və print bizim sinif nümayəndəmiz Pərvindir və o oğlandır. Və bu cür yazdıq kodumuzu bizim sinif nümayəndəmiz sinif.com-dir, yəni Pərvindir və o cinsidir, yəni oğlandır. Belə. İndi bunu icra edirik, F5 düyməsindən istifadə edərək kodu işə salırıq və bizim sinif nümayəndəmiz Pərvindir və o oğlandır yazısının ekrana çıxdığını görürük və biz tapşırığı yerinə yetirmiş oluruq. Bugünlük hələ ki bu qədər, yəni bu dərsdə hələ ki bu qədər. Gələn dərsdə string tip, ədəd tipli verilənlər üzərində işləyəcəyik və onlar üzərində toplama, vurma və s. əməliyyatları yerinə yetirəcəyik. Həmçinin bu əməliyyatları string tip verilənlərə necə aid eləyə bilərik, onları göstərəcəyik. Sağ olun, növbəti dərslərdə görüşənədək.